Salam, hörmətli direktor. İlk öncə sizə təşəkkür edirəm ki, və Zəfər günü münasibəti ilə bizim suallarımızı cavablandırmağa razı oldunuz. Qarabağ zəfəri sizdə hansı hissə yaradır? Qarabağ zəfəri düşünürəm ki, yalnız məndə yox, bütün Azərbaycan xalqında qürur hissi oyadır. Qarabağ bizim hər zaman yaralı yerimiz olub. 30 ildən artıq düşmən tapdağı altında qalıb torpaqlarımız. Qarabağın azad olunması bizim üçün siyasi məsələdən əlavə mənəvi bir məsələ idi. Və hər birimiz çox böyük qürur hissi keçirdik bunun üçün. Bunun üçün də Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə, müharibə veteranlarımıza, hərbiçilərimizə özləri təşəkkürümüzü bildiririk. Qəlbəmizdə şəhidlərimizin rolu haqqında nə deyə bilərsiniz? Bilirsən də, Qasım, şəhid olmaq hər bir Azərbaycan oğlu üçün bir fəxirdir. Əlbəttə ki, qələbə qazanmağımızda ən başlıca rolu varındır. Bəli, qazilərimizin də, müharibə veteranlarımızın da rolu var, böyükdür, amma şəhidlərimiz öz canlarından keçiblər qələbəmiz üçün. Onların haqqı ödənməz. Siz də bugünkü gənclər qəhrəmanlarımızdan hansı keyfiyyətlər öyrənməlidir? İlk öncə vətənpərvər olmağı, vətənini sevməyi, cəsur olmağı. Sən də onlar qorxurdu döyüşə gedəndə. Məncə də qorxmadılar. Qorxsalar, yəqin ki, canlarını, qanlarını bu yolda qoymazdılar. Biz nə qədər cəsur olsaq, nə qədər vətənimizi sevsək, o qədər də ərazi bütövlüyümüz qorunar, vətənimizdə sülh olar. Doğrudurmu? Məktəbimizdə şəhid ailələri ilə əlaqə saxlanılırmı? Bəli, mütəmadi olaraq məktəbimizdə şəhid ailələri görüşürük və görüşlərdə bəzən siz də gedirsiniz. Bizim bilirsiniz də bir şəhid məzunumuz var, Nicat. Bəli, Nicatın valideynləri ilə tez-tez görüşlər təşkil edirik. Onun məzarı rayonda olduğu üçün məzarını ziyarət edə bilməsək də bilirsən, burada Nicatın abidə var, onu ziyarət edirik. Və bu yaxın